Həm magistr, həm də dövlət qulluğu imtahanlarından bir neçələri düşmüş ovçu məsələsinə baxaq. Görək yəni sualda nədir? Sualda deyir ki, heyvanlar L, M, K, N və J hərfləri ilə işarə olunub. Ovçunu görən L cökənin. Mən də ilk öncə cökədə yazıram L. Sonra M çinarın, sonra K palıdın, N fıstığın və J də şabalıdın. Burada şam ağacı və küknar boş qalıb. Şərtlər deyir ki, gizlənmək üçün daha 2 yer var. Sonra nə deyir? Deyir ki, hər bir heyvan yerini yalnız ovçu onun gizləndiyi yerə istiqamətlənəndə dəyişir. Nə deməkdir? Tutaq ki, ovçu birdən gəlsə cökəni yoxlamağa, el artıq nə etməlidir? Buradan çıxmalıdır, yerini dəyişməlidir. Sonra, heyvan digər heyvanların gizləndiyi yerə keçə bilməz. Yəni, tutaq ki, cökədəki yerini dəyişirsə, təbii ki, çinarın yanına gələ bilməz. Hər ağacın yanında bir dənə heyvan ola bilər. Sonra, özünün axırıncı tərk etdiyi yerə qayıda bilməz. Bu nə deməkdir? Tutaq ki, axırıncı dəfə el cökədə olub və bir neçə gedişdən sonra təzədən el cökəyə qayıda bilməz. Yəni, son tərk etdiyi yerə bir də qayıda bilməz. Onu demək istəyir. Bir də, ovçu ilə yerini dəyişə bilməz. Tutaq ki, ovçu deyək ki, axırıncı dəfə şam ağacında olub, el gəlib şam ağacında ola bilməz növbət gedişdə. Onu demək istəyir. Sonra nədir? Gizlənmə imkanı olmayan heyvan nə olur? Ovçunun şikarına çevrilir. İndi isə bir-bir baxaq gedişlərə. Nə deyir bir də? Deyir ki, ovçu birinci gedişdə şamın ətrafını yoxlayır. Aha, deməli, ovçu birinci gedişdə hardadır? Şamdadır. Mən də yazdım ovçunu bura. Onsuz şamın yanında hər hansısa bir heyvan yox idi. Ona görə bir problem yoxdur. Davam edək, ikinci gedişi. İkinci gedişdə cökənin. İkinci gedişdə cökənin yanına gedirsə, onda ovçu harda olmalıdır? Elin yerində, düzdürmü? Onda el buradan məcburdur ki, qaçsın başqa bir ağacın yanına, düzdürmü? Yaxşı, onda el hansı yerə gedə bilər? Bu digər heyvanların olduğu yerlər var. Məsələn, M-dir, K-dır, N-dir, J-dir. Onlar qalır yerində. Çünki ovçu haranı yoxlayır? Cökəni yoxlayır. Cökəni yoxladığı üçün burada 2 dənə onsuz seçim var el üçün. Yəni el buradan qaçmalıdır axı. Çünki cökəni yoxlayır. Ya Şama gedə bilər, ya Küknara gedə bilər. Şama gedə bilmir. Niyə? Çünki ovçu ilə yerini dəyişə bilməz. Axırıncı dəfə ovçu orada olub. Ona görə məcburam eli hara yazım? Küknara. Yaxşı. Baxaq 3-cü gedişdə nədir? Deyir ki, 3-cü gedişdə fıstığın. 3-cü gedişdə fıstığı yoxlayırsa, ovçu gətirirəm, ovçunu yazıram burada, fıstıqda. Yaxşı, onda M qalır yerində, K qalır yerində, J qalır yerində, L də qalır yerində. İndi burada nə yerini dəyişməlidir? N yerini dəyişməlidir. N hara gedə bilər? Ya gedə bilər cökəyə, ya da gedə bilər Şama. Fikir verək, son dəfə ovçu harda olub? Cökədə olub, ora gedə bilmir. Ona görə avtomatik hara gedəcək? Şama gedəcək. Ona görə N olacaq Şamda. Sonra 4-cü gedişdə yenə deyir Şamın. 4-cü gedişdə də ovçu Şamı yoxlayır. Yaxşı, 4-cü gedişdə Şamı yoxlayırsa, mən ovçunu yazıram burada. Deməli, digərləri qalır yerində. L-dir, yerində qalır, J-dir, yerində qalır. Sonra K-dır, yerində qalır. M-dir, yerində qalır. Yaxşı, indi burada nə yerini dəyişməlidir? N yerini dəyişməlidir. Çünki N hardadır? Şamın arxasındadır. Ovçu da ora gəlib. Yaxşı, onda N hara gedə bilər burada? Burada N fıstığa gələ bilməz. Çünki axırıncı dəfə ovçu orada olub. Bir də hara gələ bilər? Cökəyə gələ bilər. Deməli, N-i yazıram cökəyə. Yaxşı, nə deyir sonra? 5-ci gedişdə çinarın arxasını yoxlayır. Yaxşı, 5-ci gedişdə çinar. 5-ci gedişdə çinarı yoxlayırsa, mən gətirib ovçunu yazıram burada. Deməli, buradan M yerini dəyişməlidir, düzdürmü? Yaxşı, N qalır yerində, K qalır yerində, J qalır yerində, L də qalır yerində. İndi M burada hara gedə bilər? Burada 2 dənə boş yer var. Ya fıstığın arxasına gedə bilər, ya Şamın. Şamın arxasına gedə bilməz, çünki axırıncı dəfə ovçu orada olub. Avtomatik hara getməlidir? Getməlidir fıstığın arxasına. Yaxşı. Bunu da tapdıq. Sonra 6-cı gedişdə yenidən fıstığın, 6-cı gedişdə ovçu yenə gəlir fıstığa. Burada diqqətli olaq. Ovçu gəldisə fıstığa, indi burada M var, düzdürmü? M indi yerini dəyişməlidir. Yaxşı, onda N, K, J və L öz yerlərində qalırlar. Yaxşı, M burada hara gedə bilər? Fikir verək. M onsuz da ovçunun son olduğu yerə qayıda bilməz. Bax, bura qayıda bilməz. Çinarın arxasına qayıda bilməz. Hara qayıda bilər bir dənə M?
N qayıda bilər bizdə şamın arxasına. Gizləndi orada. Yaxşı, 7-ci gedişdə nədir? 7-ci gedişdə deyir ki, yenidən cökənin, yenə 7-ci gedişdə cökənin. Deməli, ofsu gəldi 7-ci gedişdə cökənin. Yaxşı, digər heyvanlar qalır yerində. K-dır, məsələn, J-dir, M-dir, L-dir. Yerində qalır. Çünki ofçu hara gedir yalnız? Cökəyə gedir. Cökəyə getdiyisində burada N yerini dəyişməlidir. N hara gələ bilər? N ya bura gələ bilər, ya bura gələ bilər. Amma N yenə də ofçunun son qayıtdığı yerə qayıda bilmir deyə avtomatik harda olmalıdır? Çinarda. Yaxşı, 8-ci gedişdə nə deyir? Deyir ki, palının ətrafını yoxlayır. 8-ə palının ətrafını yoxlayırsa, mən gəlirəm bura yenə O yazıram, ofçu yəni. Sonra burada K yerini dəyişməlidir. N yenə çinarın arxasında qalır. Sonra J şabalıdın, M, L də öz yerində qalır. Yaxşı, K onda burada hara gedə bilər? Bir yəni diqqətlə baxaq. K burada təbii ki, cökənin arxasına gedə bilməz, çünki ofçu axırıncı dəfə orada olub. Sonra burada fıstığın arxasına gedər. Bir dənə boş yer oradadır. Sonra 9-cu gedişdə nə deyir? 9-cu gedişdə deyir ki, hansı ağacların ətrafını yoxlasa, o şar sahibinə çevriləcək. Artıq burada biz bir-bir yoxlamalıyıq. Görək hansı şar sahibinə çevrilə bilər. Bir-bir indi variantlardan işləyək. Yaxşı. Deyir ki, cökəni yoxlasa ofçu. Deyək ki, cökəni yoxlayır ofçu, gəlir bura. Ofçu bura gəlsə, görək hələ şar sahibinə çevrilirmi? Burada onsuz da kimsə yoxdur. Düzdürmü? Tax ki, ofçu gəldi bura. 8-də kimsə yoxdur ki, onsuz da. Düzdürmü? N-də yerində qalacaq, K-da yerində qalacaq, J-də yerində qalacaq, M-də L-də yerində qalacaq. Heç kəs yəni şikar sahibinə çevrilmir. Şikar olmur. Yaxşı, 1 olmur cavabımız. Avtomatik 1-6 olan səhvdir. Yaxşı, ikinciyə baxaq, çinar. Ofçu deyək ki, çinarı yoxlasın. Deyək ki, ofçu gəldi, çinarı yoxladı. Onda bizdə N yerini dəyişməlidir, düzdürmü? Onda digərləri, məsələn, K-dır, J-dir, M-dir, L-dir, yerində qalır. N yerini dəyişməlidir, düzdürmü? N burada palının arxasına gedə bilməz. Çünki axırıncı dəfə N harda olub? Palıqda ola bilməz. Ofçu çünki orada olub, düzdürmü? Sonra cökəkdə ola bilməz. Çünki N axırıncı dəfə harda olub? Cökənin arxasında olub. Fikir verək, N burada olub. Axı bir dənə şərt vardır burada. Özünün axırıncı tərk etdiyi yerə qayıda bilməz. Yəni axırıncı dəfə cökənin arxasında olduğu üçün N yenidən cökəyə qayıda bilməz. Ona görə nə olacaq? Şar sahibinə çevriləcək. Nə palının arxasına gedə bilər, nə də cökənin arxasına gedə bilər. Düzdürmü? Yaxşı. Onda 2 cavabımızdır. Sonra 3-ü yoxlayaq. Palıd. İndi bu şərtləri silmək lazımdır buradan. Deməli, bunları bir dənə düzəldim. Üçüncünü yoxlayaq. Deyək ki, palıd ağacını yoxlasa ofçu bizdə. Palıd ağacını yoxlayarsa, deyək ki, ofçu onsuz da palıd ağacındaydı, düzdürmü? Yəni, bir şey dəyişməyəcək, düzdürmü? Yəni, tutaq ki, ofçu yenə də buradadır da. N yerində qalacaq, K, J, M, L hamısı öz yerində qalır. Heç bir heyvan şar sahibinə çevrilməz. Yaxşı, 3 də onda səhvdir. Onda 3 olan variantları çıxaraq, əlimizdə qaldı, deməli, 2 variant. Ya 2-7-dir, 4-5 də olmaz olsa. Avtomatik bizdə 2-7-dir cavab. Amma yenə də yoxlayaq digərlərində. Yaxşı. 4-cü gedişi. Məsələn, fıstığı. Fıstığa tutaq ki, gəlsə ofçu. Fıstıq ağacında hal-hazırda kimdir? K-dır. Deyək ki, ofçu gəldi 9-cu gedişdə. Bu ofçunu silin buradan. 9-cu gedişdə gəldi. Fıstığı yoxladı. Fıstığı yoxlayarsa bu K buradan getməlidir axı, ofçu ora gəlir. Onda J-dir, M-dir, L-dir. Öz yerlərində qalır. Çünki ora gəlmir ki, ofçu. Niyə tərk eləsinlər ki, yerlərin? Yaxşı, ofçu ya gələ bilər, ofçu deyirəm, K ya gələ bilər hara? Ya gələ bilər bura, palıdın yanına. Ya da gələ bilər cökənin yanına, düzdürmü? Ofçunun son tərk elədiyi yerə qayıda bilməz. Palıda qayıda bilməz. Amma cökəyə qayıda bilər. Burada K ola bilər. Əvvəldə də K yoxdur deyə, yəni son tərk etdiyi yer K deyil deyə, yəni problem deyil o da. Yaxşı, bu da ola bilər. Yaxşı, 5-i yoxlayaq. Şabalıdı yoxlasa, şabalıdı yoxlayarsa görək nə olur? Şabalıdı yoxlasa. Deyək ki, şabalıdı yoxlayır. Şabalıdı yoxlayanda ofçu gəlir. Bura, onda J yerini tərk eləməlidir, düzdürmü?
K-dır, M-dir, L-dir, bir də N-dir, yerində qalır. Yaxşı, buradan J qaçmalıdır, gizlənməlidir, düzdürmü? Hara gələ bilər? Ya gələ bilər palıdın arxasında, ya da gələ bilər cökənin arxasında gizlənə bilər. Yaxşı, burada J hər ikisinə gələ bilər də bir problem varmı burada? Xeyr. Daha doğrusu onun, yəni ovçunun son tərk elədiyi yerə qayıda bilmir doğrudan. Yalnız hara gələ bilər? Yəni cökənin yanına gələ bilər. Deməli, 5 də ola bilər. Bizdən şikar hansı ola bilər onu soruşur. 6-nı yoxlayaq indi də. 6-nı yoxlayanda indi deyir ki, şam ağacını yoxlayır. Şam ağacını yoxlasa ovçu şam ağacını yoxlayır. J qalır yerində, L qalır yerində, K qalır yerində, N də qalır yerində. Onda buradan M yerini tərk eləməlidir. Şam ağacından qaçmalıdır ki, gizlənsin, düzdürmü? Hara gedə bilər? Ya palıd ağacının yanına gedə bilər, ya da cökənin. Amma palıdın yanına gedə bilmir. Niyə? Axırıncı dəfə ovçu orada olub. Avtomatik hara gedər? Cökənin yanına. M burada ola bilər. Bir problemimiz yoxdur. Yaxşı, bu da düzdür. Bir problem deyil. Yaxşı, indi qaldı bir dənə 7-ci. Küknarı da yoxlayaq. Görək alınırmı? Küknar. Deməli, küknarı əgər yoxlasa ovçu, küknar ağacı sonuncudur. Ovçu gəldi bura. Yaxşı, M qalır yerində, J qalır yerində, K qalır yerində, N də qalır yerində. Onda L neynəməlidir? Gizlənməlidir. L hara gedə bilər? Ya gedə bilərdi palıdın ya da cökənin. Palıdın yanına gedə bilmir, ovçu axırıncı dəfə orada olub. Gəlməlidir hara? Bura. Amma gələ bilməyəcək. Niyə? Amma L burada olub axı. Fikir verin. L axırıncı dəfə burada olub. Yəni son tərk etdiyi yer oradır deyə L nə olacaq? Şar sahibinə çevriləcək. Cavab oldu ona görə nə? 2, 7. B variantı belə.